Salam, hörmətli həmkarlar. Təhsil verənlərin sertifikatlaşdırılması dərsləri ilə yenidən qarşınızdayıq. Bu il sertifikatlaşdırma prosesinə cəlb olunan fənlər üzrə, yəni fiziki tərbiyə, tarix, texnologiya, təsvir incəsənət və musiqi fənləri üzrə müxtəlif test tapşırıqlarının izahı ilə hər gün sizin yanınızda olacağıq. Bu dərslərə baxmaqla ümid edirik ki, siz bu prosesə faydalı şəkildə hazırlaşa biləcəksiniz. Bugünkü dərsimiz isə fiziki tərbiyə fənninə dairdir. Biz bugün Asif Mehdiyevin təqdimatında fiziki tərbiyə fənnində qiymətləndirmə və qüvvə qabiliyyəti üzrə müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Asif müəllim. Salam, xoş gördük. Asif müəllim, qiymətləndirmə çərçivəsi ilə yəqin ki, müəllimlər artıq tanışdılar. Sizdən xahişimiz qiymətləndirmə çərçivəsində müəllimlərin hansı məzmun sahələri ilə tanış olacaqları və imtahanda hər məzmun sahəsi üzrə neçə test tapşırığı ilə qarşılaşacaqları haqqında məlumat verməyinizdir. Çox sağ olun, təşəkkür edirəm. Deməli, 4 məzmun sahəsi fiziki tərbiyənin var. İnformasiya təminatı və nəzəri biliklərdir, hərəki bazarlıq və vərdişlərdir, hərəki qabiliyyətlərdir və mənəvi iradi xüsusiyyətlərdir. Fiziki tərbiyə müəllimlərinin qarşıdan gələn sertifikasiya imtahanında 2 məzmun sahəsi üzrə test nümunələri olacaqdır. Bunlar informasiya təminatı və nəzəri biliklər məzmun sahəsi üzrə 30 sual nəzərdə tutulubdur. Hərəki qabiliyyətlər üzrə 20 sual nəzərdə tutulubdur. Təşəkkür edirik əlavə məlumata görə. İndi isə sualların izahına keçə bilərik. Buyurun. İlk test nümunəmizə baxaq. Nöqtələrin yerinə uyğun gələn ifadəni yazın. Bizə 5 variant təqdim olunubdur. Gəlin Y variantından, bəndindən başlayaq. Normativdir. Təbii ki, normativ belə desək, məşqçinin və yaxud da rəsmi qrupun qarşınıza qoyduğu, sən bunu bacarmalısan ki, keçəsən bir həddir. Sağlamlığın səviyyəsidir. Sağlamlığın səviyyəsi bilirik ki, sağlamlığın 3 səviyyəsi var. Bu ola bilməz. Summativ qiymətləndirmə yenə də həmçinin. A bəndində funksional inkişafdır. Funksional inkişaf biz bilirik ki, şagirdlərin nəbz vurğusu və ağciyarın həyat tutumu ilə ölçülür. Burada B bəndində bizə fiziki inkişafdır. Doğru cavabımız da fiziki inkişafdır. Növbəti test nümunəmizə keçək. Belə bir cədvəl təqdim olunub sizə. Hərəki qabiliyyətlərə aid kiçik summativ qiymətləndirmə hərəkətlərini seçin. Belə bir cədvəldir. Cədvəlin ön hissəsində də kiçik summativ qiymətləndirməni görürsünüz. Sürət güc qabiliyyəti, 2-də də dözümlülük qabiliyyətini bizə veribdir. Biz 1-də deməli sürət güc qabiliyyətinə aid olan hərəkətləri müəyyən etməliyik. Gəlin hərəkətlərə baxaq. A bədində deyir, yerindən uzunluğa tullanma. Yerindən uzunluğa tullanma deməli sürət güc qabiliyyətinə aiddir, amma diaqnostik qiymətləndirmədir. Bizdən sürət güc qabiliyyətində kiçik summativ qiymətləndirməni soruşur. Ona görə də biz bunu doğru hesab edə bilmərik. Qaçaraq uzunluğa tullanma sürət güc tədris vahidinə aiddir. Bəli, kiçik summativ qiymətləndirmə hərəkəti olaraq götürürük. 150 qram topun atılmasıdır. Sürət güc qabiliyyətinə aiddir. D bəndində şübürlə hündürlüyə tullanma atletika idman növünə aiddir. Ümumi təhsil məktəblərində tədris olunmur, keçirilmir. Y bəndində nizə atma bizə göstərilib. Həmçinin atletika idman növünə aiddir. Ona görə biz burada doğru cavabı 1-də götürməliyik. Qaçaraq uzunluğa tullanma və 150 qram topun atılması. 2-də dözümlülük qabiliyyətinə keçdikdə kiçik summativ qiymətləndirmə hərəkəti olaraq 1500 metr qaçış, bəli, dözümlülük qabiliyyətini həm inkişaf etdirir, eyni zamanda da kiçik summativ qiymətləndirmə hərəkəti olaraq da biz götürürük. B bəndində 6 dəqiqalıq qaçış bizə göstərilirdir. 6 dəqiqalıq qaçış deməli dözümlülük qabiliyyətini artırır, amma diaqnostik qiymətləndirmə hərəkəti olaraq biz bunu götürürük. C bəndində 2000 metr qaçış göstərilib, bəli, xüsusən 10-cu 11-ci siniflərdə dözümlülük qabiliyyətini məhz bu məsafə ilə qiymətləndiririk. 10 kilometr kross qaçışıdır. Bəli, 10 kilometr kross qaçışı dözümlülük qabiliyyətini inkişaf etdirir, amma ümumi təhsil məktəblərində tədris olunmur. Y bəndində həmçinin 5000 metr kross qaçışıdır.
Bu da ümumi təhsil məktəblərində tədris olunmadığı üçün bizim doğru cavabımız da dözümlülük qabiliyyətində A və C bəndləri olacaq. Ümumilikdə gəlin doğru cavabımıza baxaq. Doğru cavabımız A bəndidir. 1 B, C, 2 A, C. Növbəti test nümunəmizə keçək. Müəllim sürət tədris vahidinə uyğun 9-cu siniflərdə şagirdlərin diaqnostik qiymətləndirilməsini aparır. Sürət qabiliyyətini hansı məsafəyə qaçışla qiymətləndirilməlidir? Bizə yenə də 5 bənd təqdim olunub. Elə gəlin Y bəndindən başlayaq. 30 və 60 metr məsafə göstərilibdir. Biz bilirik ki, Y bəndini doğru hesab edə bilmərik. Ona görə ki, 60 metr məsafə deməli kiçik summativ qiymətləndirilmədə, amma bizdən diaqnostik qiymətləndirməni soruşur. D bəndində 60 və 100 metr məsafə qaçışdı. 6-cı və 11-ci siniflərdə kiçik summativ qiymətləndirmə hərəkəti olaraq götürülür. C bəndində yenə 100 metr məsafədə həmçinin kiçik summativ qiymətləndirilmədir. B bəndində 60 metr həmçinin kiçik summativ qiymətləndirilmədir. A bəndində 30 metr məsafə göstərilibdir. 30 metr məsafə bütün siniflərdə sürət tədris vahidinə uyğun olaraq diaqnostik qiymətləndirmə kimi biz qəbul edirik. Doğru cavabımız A bəndidir. Növbəti sual nümunəsinə keçək. Ad şərtidir. Əlağa müəllim 8-ci siniflərdə çeviklik tədris vahidi üzrə kiçik summativ qiymətləndirmə apararkən voleybolda topun oyuna daxil edilməsi normativini qəbul edir. Bu normativin qəbulu zamanı müəllim hər bir şagirdə neçə cəhd verməsi məqsədə uyğundur. Yenə də 5 bənd təqdim olunubdur. 1, 2, 3, 4, 5. Burada müəllim sualları qısa elə doğru cavabdan başlayaq. Burada müəllim hər bir şagirdə çeviklik tədris vahidi üzrə 5 cəhd verməlidir və onun da normativi də tədris metodik vəsaitdə də var ki, 5 cəhddən neçəsi uğurlu olarsa şagirdin qiymətinə necə təsir eləyir? Bunlar hamısı metodik vəsaitdə öz əksini tapıbdır. Burada doğru cavab Əliağa müəllim hər bir şagirdə 5 cəhd verməlidir. Doğru cavabımız bizim Y bəndidir. Növbəti test nümunəmizə keçək. Cədvəldə fiziki tərbiyə dərslərində istifadə edilən diaqnostik və kiçik summativ qiymətləndirmə hərəkətləri verilmişdir. Uyğunluğu müəyyən edin. Bizə 1-2 diaqnostik qiymətləndirmə və kiçik summativ qiymətləndirmə. Biz 1-lə A, B, C D-ləri uyğunlaşdırmalıyıq. Gəlin elə birdən başlayaq. Diaqnostik qiymətləndirmə 6 dəqiqalıq qaçış. 6 dəqiqalıq qaçış diaqnostika qiymətləndirməsidirmi? Bəli, 6 dəqiqalıq qaçış diaqnostika qiymətləndirməsidir və xüsusən də dözümlülük tədris vahidinin qiymətləndirməsində biz bunu həyata keçiririk. B-də 60 metr qaçış. 60 metr qaçış sürət tədris vahidinə uyğun olaraq kiçik summativ qiymətləndirmə hərəkəti kimi biz bunu qəbul edirik. C-də yerindən uzunluğa tullanma. Yerindən uzunluğa tullanma sürət güc tədris vahidinə uyğun olaraq diaqnostik qiymətləndirmə hərəkəti kimi götürürük. D bəndində 100 metr qaçışdıq, xüsusən 11-ci siniflərdə sürət tədris vahidi üzrə kiçik summativ qiymətləndirmə hərəkəti olaraq götürürük. Deməli, 1-də diaqnostik qiymətləndirmə olacaq 6 dəqiqalıq qaçış və yerindən uzunluğa tullanma. Kiçik summativ qiymətləndirmə hərəkətlərdə olacaq 60 metr qaçış və 100 metr məsafəyə qaçış. Beləliklə, doğru cavabımız bizim C bəndində göstərilmişdir. Növbəti test nümunəmizə keçək. Müəllim qüvvə tədris vahidi üzrə keçdiyi dərsdə Gültac və Aytac gimnastika skamyasında dayaqda qolların bükülüb açılması hərəkətini, Səməd və Akif isə ayaqların köməyi ilə kəndirə dartınma hərəkətlərini icra edirdi. Müəllim şagirdlərdə hansı ətrafların əzələ qüvvəsini inkişaf etdirməyə çalışırdı? Burada, hörmətli müəllimlər, gəlin cavab variantlarına baxmamış, biz sualı tam aydınlaşdıraq, elə cavabdan, mətndən sualın düzgün cavabını tapaq, ondan sonra bizə verilmiş cavablara baxaq. Bizdən soruşur ki, Gültac və Aytac gimnastika skamyasında dayaqda qolların bükülüb açılması hərəkətini edirdi. Gəlin biz görək, gimnastika skamyasında dayaqda qolların bükülüb açılması
hansı hər əzələ qüvvəsini inkişaf etdirir? Təbii ki, burada xüsusən qız şagirdlər bu hərəkəti icra edir, qüvvə qabiliyyətidir və yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Deməli, bizə aydın oldu ki, Gültaz və Aytaz qüvvə qabiliyyəti hərəkətləri ilə məşğuldur, eyni zamanda da yuxarı ətraf əzələ qüvvəsidir. Ondan sonra deyir, Səməd və Akif isə ayaqların köməyi ilə kəndirə dartınma hərəkətini necə edirdi? Ümumiyyətcə, ayaqların köməyi ilə kəndirə dartınma eyni zamanda qüvvə qabiliyyətini inkişaf etdirir. Eyni zamanda da biz bunu qüvvə qabiliyyəti üzrə kiçik summativ qiymətləndirmə hərəkəti olaraq da qəbul edirik və bu hərəkət də yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Deməli, Gültaz və Aytaz qüvvədə yuxarı ətraf əzələ qüvvəsi, Səməd və Akif isə yuxarı ətraf əzələ qüvvəsi. Cavab bəndlərinə baxanda görürük Gültaz və Aytaz bədənin ön əzələ qüvvəsini, deməli artıq ola bilməz. Artıq bizə məlum oldu ki, hər 4 şagird yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Deməli, Y bəndi ola bilməz. D bəndində Gültaz və Aytaz aşağı ətraflar əzələ qüvvəsi, Səməd və Akif isə yuxarı ətraf əzələ qüvvəsi. Deməli, bu da ola bilməz. C bəndində göstərir, Səməd və Akif də yuxarı ətrafdır, doğrudur. Gültaz və Aytazda bədənin ön əzələ qüvvəsi. Bu, bədənin ön əzələ qüvvəsi olduğu üçün bu bəndimizi də doğru hesab edə bilmərik. B bəndində Səməd və Akifdə aşağı ətraf əzələ qüvvəsi, Gültaz və Aytazda bədənin arxa əzələ qüvvəsidir. Doğru hesab edə bilmərik. Bizə aydın olmuşdur ki, yuxarı ətraf əzələ qüvvəsidir. Doğru cavabımız A bəndində göstərir. Gültaz və Aytaz yuxarı ətraf əzələ qüvvəsi, Səməd və Akifdə yuxarı ətraf əzələ qüvvəsini müəllim inkişaf etdirirdi. Doğru cavabımız A bəndidir. Növbəti test nümunəmizə keçid edək. 8-ci sinifdə qüvvə tədris vahidi üzrə nəzərdə tutulmuş kiçik summativ qiymətləndirmə hərəkətlərini müəyyənləşdirin. Biz 8-ci sinifdə kiçik summativ qiymətləndirmə hərəkətlərini müəyyənləşdirməliyik və qüvvə tədris vahidinə uyğun. Gövdənin bükülüb açılması. Gövdənin bükülüb açılması, hörmətli müəllimlər, burada xüsusi bir məqama toxunmaq istəyirəm. Bizdən 8-ci sinif soruşur və kiçik summativ qiymətləndirmə hərəkətlərini soruşur. Amma gövdənin bükülüb açılması digər siniflərdə də eyni zamanda da diaqnostik qiymətləndirmə hərəkəti kimi də verilmişdir. Amma bizdə 8-ci sinifdən kiçik summativ qiymətləndirmə soruşduğu üçün biz gövdənin bükülüb açılması hərəkətini doğru hesab edə biləcəyik. 150 qram topun uzağa atılmasıdır. 150 qram topun uzağa atılması yuxarı ətrafların sürət gücüdür və sürət güc tədris vahidində biz bu hərəkəti qəbul edirik. Amma bizdən qüvvə soruşur. Ona görə də doğru biz hesab edə bilmərik. Yerindən uzunluğa tullanma sürət güc tədris vahidinə uyğun diaqnostik qiymətləndirmə hərəkətidir. Kəndirə dartınma, az öncə də bu haqda danışdım. Kəndirə dartınma qüvvə qabiliyyətidir və xüsusən də yuxarı ətraf əzələ qüvvəsinin inkişafıdır. Uzanaraq dayaqda qolların bükülüb açılmasıdır. Bəli, xüsusən uzanaraq dayaqda qolların bükülüb açılması oğlan şagirdlər bu hərəkəti icra edir. Eyni zamanda da kiçik summativ qiymətləndirmə hərəkəti olaraq da qəbul edirik. Bizdən soruşduğu üçün, deməli, biz doğru cavabımız gövdənin bükülüb açılmasıdır. Kəndirə dartınmadır. Uzanaraq dayaqda qolların bükülüb açılması hərəkətlərini doğru hesab edirik və doğru cavabımız da B bəndində göstərilibdir. 1, 4, 5. Növbəti test nümunəmizə keçid edək. Belə bir cədvəl təqdim olunubdur sizə. Cədvəldə yuxarı və aşağı ətrafların əzələ qüvvəsinin inkişafına yönəlmiş hərəkətlər verilmişdir. Uyğunluğu müəyyən edin. Cədvəlin ön hissəsində qüvvə qabiliyyəti yazılıbdır. Artıq bizə istiqamət verir ki, qüvvədən söhbət gedəcək, qüvvə tədris vahidindən söhbət gedəcək. Birdə yuxarı ətraflar, ikidə aşağı ətraflar. Gəlin biri oxuyağın, yuxarı ətraflar, hansı hərəkətlər yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirir. Ayaqların köməyi ilə kəndirə dartınma. Ayaqların köməyi ilə kəndirə dartınma bizdən soruşduğu üçün yuxarı ətraflardır, bəli. Yuxarı ətrafları inkişaf etdirir və eyni zamanda da summativ qiymətləndirmə hərəkəti olaraq qəbul edirik. Dayaqda qolların bükülüb açılması. Dayaqda qolların bükülüb açılması, bəli, yuxarı ətraf əzələ qüvvəsidir. 150 qram topun uzağa atılması yuxarı ətraf
hərəkatların qüvvəsi yox, sürət gücüdür və ona görə də biz bunu doğru hərəkət kimi götürə bilmərik. Alçaq turnikdə sallanmış vəziyyətdə dartınma, bəli, yuxarı ətraf əzələlərinin qüvvəsidir və gövdənin bükülüb açılması bədənin ön əzələ qüvvəsidir. Yuxarı ətraf əzələ qüvvəsi olmadığı üçün biz bunu doğru hesab edə bilmərik. İkiyə baxaq aşağı ətraflara. Aşağı ətraflarda qaçaraq uzunluğa tullanma. Qaçaraq uzunluğa tullanma, bəli, aşağı ətrafların sürət gücüdür. Qüvvəsi olmadığı üçün biz bu hərəkəti də doğru hesab edə bilmərik. Bir əllə dayaqda tək qılçla oturub durma. Bəli, bu eyni zamanda da kiçik summativ qiymətləndirilmədir, eyni zamanda da aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirən hərəkətdir. Hündür turnikdə sallanmış vəziyyətdə dartınmalar. Bəli, aşağı ətraf deyil, yuxarı ətraflardır, qüvvəsidir. Ona görə də biz bunu doğru hərəkət kimi götürə bilmərik. Oturuşda əllər boyun ardında olmaqla irəliləmələr. Bəli, aşağı ətraf əzələlərin qüvvənin inkişafıdır. Yarım oturuşda əllər boyunda olmaqla irəliləmələr. Bəli, bu hərəkətdə aşağı ətraf əzələ qüvvəsinin inkişafına xidmət edən hərəkətlərdir. Beləliklə bizim doğru cavabımız Y bəndində göstərilmişdir. 1-də A, B, D, 2 aşağı ətraf əzələlərdə B, D, Y bəndlərində doğru hərəkətlər qeyd olunmuşdur. Növbəti test nümunəmizə keçid edək. Hörmətli müəllimlər, artıq sertifikasiya imtahanında da belə bir şəkilli sualların olması da gözləniləndir. Belə bir şəkil şagird təsvir olunubdur. Əllərində müxtəlif ağırlıqlı kontellər. Sual belədir. Müəllim şəkildə təsvir olunmuş şagirdə ayaqlarını çiyin genişliyində aralı saxlamağı, gövdəsini az-azıq irəliyə əyilməyi və qollarını qaçışda olduğu kimi geniş amplituda ilə hərəkət etdirməyə tapşırır. Müəllimin şagirdə bu tapşırığı verməkdə məqsədi nədir? Şəkil görə bilirik şəkili. Gəlin Y bəndindən ilə başlayaq. Y bəndində deyir, hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsidir. Ümumiyyətcə biz bilirik ki, hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi sadə reaksiya tezliyi var, mürəkkəb reaksiya tezliyi var. Ümumiyyətcə uyğun gəlmir bu hərəkətlə. Y bəndini doğru hesab edə bilmərik. Sürət-güc qabiliyyətini inkişaf etdirməkdir. Sürət-güc qabiliyyəti də ola bilməz. Sürət-güc qabiliyyəti hərəkəti deyil. Biz hansı ki, o hərəkətləri bilirik. C bəndində sürət qabiliyyətini inkişaf etdirməkdir. Sürət qabiliyyətini də inkişaf etdirmə hərəkəti ola bilməz. Amplituda varsa əyilgənlik qabiliyyətini inkişaf etdirməkdir. Burada amplituda, bəli, adətən əyilgənlik qabiliyyətinin hərəkətlərində çox istifadə edirik. Amma ümumiyyətcə amplitudanın bütün qabiliyyətlərin inkişafında, hərəkətlərində biz deməli, bu hərəkətlərdən istifadə edə bilərik. Ümumiyyətcə, amplituda deyəndə sadə dildə, başa düşülən dildə desək, əzələlərin və ya oynaqların son həddə hərəkətidir. Belə qiymətləndirə bilərik. A bəndində qüvvə qabiliyyətini inkişaf etdirməkdir. Bəli, qüvvə qabiliyyətini inkişaf etdirməkdir. Xüsusən də yuxarı ətraf əzələ qüvvəsinidir. Çünki göründüyü kimi şagirdin əlində də müxtəlif ağırlıqlı kontellər var və bizə deyir ki, əlləri geniş saxlamaqla və s. və laxir artıq müəllimin məqsədi qüvvə qabiliyyətini inkişaf etdirməkdir. Doğru cavabımız bizim A bəndi olacaqdır. Növbəti test nümunəmizə keçid edək. 7-ci siniflər üçün aşağı ətrafların əzələ qüvvəsinin qiymətləndirilməsi məqsədi ilə bir hərəkət verilmişdir. Həmin hərəkəti müəyyən edin. Gəlin hərəkətlərə baxaq. A bəndindən başlayaq. Cüt ayaqla uzunluğa tullanma. Ümumiyyətcə, cüt ayaqla uzunluğa tullanma sürət-güc qabiliyyətinə aiddir və aşağı ətraf əzələlərin sürət-güc qabiliyyətinə aiddir. Biz bunu sürət-güc tədris vahidinin diaqnostik qiymətləndirilməsində az öncə dedim, götürürük. Tək ayaqla 3x10 metr hoppanmalar, ümumiyyətcə 1-ci sinifdən 11-ci sinifə qədər belə bir hərəkət normativ yoxdur. C bəndində bir əllə dayaqda tək qıçla oturub durma. Gəlin bu sualın üstündən keçək, buna qaydarıq.
D bəndində iki əl dayaqda, ayaqlarla oturub durma. İki əl dayaqda, ayaqlarla oturub durma belə bir normativ yoxdur, qüvvə qabiliyyətinə aid. Y bəndində iki əl dayaqda, ayaqla yerində hoppanmalar. Belə bir normativ də yoxdur. Az öncə dediyim kimi, yeganə aşağı ətrafların qüvvəsinin qiymətləndirilməsində bir hərəkət qeyd olunubdur. O da bir əllə dayaqda tək qısla oturub durma hərəkətidir ki, biz bunu qüvvə tədris vahidində kiçik summativ qiymətləndirmə olaraq biz götürürük. Beləliklə, bizim doğru cavabımız bir əllə dayaqda tək qısla oturub durma hərəkətidir. Növbəti sual nümunəmizə keçək. Uzanaraq dayaq vəziyyətində qolların bükülüb açılması qüvvə qabiliyyətini inkişaf etdirir. Bəs uzanaraq dayaq vəziyyətində 180 dərəcə dairəvi əllərlə hərəkət hansı qabiliyyəti inkişaf etdirir? Hörmətli müəllimlər, cavablara baxmamışdan öncə bizə təqdim olunmuş suala baxaq. Biz artıq bildik ki, dayaq vəziyyətində qolların bükülüb açılması qüvvə qabiliyyətini inkişaf etdirir. Ümumiyyətcə, dayaq vəziyyətində hər hansı bir müxtəlif oyunlar qüvvə qabiliyyətidir. Eyni zamanda da bükülüb açılması da qüvvə qabiliyyətidir. Sual da belədir ki, bəs uzanaraq dayaq vəziyyətində 180 dərəcə dairəvi əllərlə hərəkət hansı qabiliyyəti inkişaf etdirir? Buradan da aydın görsənir ki, dayaq vəziyyətində şagird 180 dərəcə, 90 dərəcə, 45 dərəcə hərəkəti də qüvvə qabiliyyətini inkişaf etdirir və yuxarı ətraf əzələ qüvvəsidir. Biz, doğru cavabımız bizim burada A bəndində qeyd olunmuşdur. Doğru cavabımız qüvvə qabiliyyətidir. Növbəti test nümunəmizə keçək. Belə bir şəkil təqdim olunmuşdur. Müəllim şəkildə təsvir olunmuş Aysel adlı şagirdə qaçaraq gimnastika tiri üzərindən dayaqlı tullanma hərəkətini icra etdirir. Müəllimin bu hərəkəti icra etdirməkdə məqsədi nədir? Biz ümumiyyətcə şəkilə baxaq və müəllimin məqsədini aydın şəkildə biz görə biləcəyik. Ümumiyyətcə, bu hərəkət gimnastika hərəkətidir. Bu, əvvəlcədən bəllidir. Amma hansı qabiliyyətdir, ona aydınlıq gətirək. Y bəndindən başlayaq. Gimnastika hərəkətləri ilə dözümlüyü inkişaf etdirməkdir. Ümumiyyətcə, dözümlükdən buradan söhbət gedə bilməz. Dözümlüyü, belə desək, hər hansı bir intensivli yükə qarşı davamlı icra qabiliyyəti kimi biz qiymətləndirə bilərik. Göründüyü kimi də bu hərəkətlə heç bir əlaqəsi yoxdur. D bəndində gimnastika hərəkətləri ilə sürəti inkişaf etdirməkdir. Təbii ki, burada da sürətə aid heç bir hərəkət yoxdur. Gimnastika hərəkətləri ilə əlgənliyi inkişaf etdirir. Əlgənlik qabiliyyəti də deyil. Təbii ki, gimnastika hərəkətləri ilə sürət gücü inkişaf etdirir. Təbii ki, sürət gücə də aid burada heç bir hərəkət yoxdur. A bəndində gimnastika hərəkətləri ilə qüvvəni inkişaf etdirməkdir. Ümumiyyətcə, hörmətli müəllimlər, dayaqlı tullanmalar daha çox gimnastika hərəkətidir və qüvvə qabiliyyətini inkişaf etdirir. Ona görə də bizim doğru cavabımız A bəndində göstərilmişdir. Növbəti test nümunəmizə keçid edək. Fiziki tərbiyə fənnində qiymətləndirmə ilə bağlı doğru olmayan mülahizəni müəyyən edin. Doğru olmayan mülahizəni bizdən soruşur. A bəndində deyir, müəllim dözümlü tədris vahidi çərçivəsində 9-cu siniflərdə 1500 metr məsafəyə qaçış üzrə kiçik summativ qiymətləndirmə keçirir. Bəli, tamamilə doğrudur, keçirir. B bəndində müəllim sürətgüc tədris vahidi çərçivəsində 9-cu siniflərdə 150 qramlıq topun uzağa atılması üzrə normativi qəbul edir. Bəli, 150 qram topun uzağa atılması sürətgüc tədris vahididir. Vahidində qiymətləndiririk. C bəndində müəllim sürət tədris vahidi üzrə 6-cı siniflərdə 60 metr məsafəyə qaçışdan kiçik summativ qiymətləndirmə keçirir. Bəli, tamamilə doğrudur. Sürət tədris vahidi üzrə 60 metr məsafəyə kiçik summativ qiymətləndirməni şagirdlərdən biz qəbul edirik. D bəndində müəllim sürətgüc tədris vahidi çərçivəsində 7-ci siniflərdə yerindən uzunluğa tullanma üzrə diaqnostik qiymətləndirmə keçirir. Bəli, az öncə də bununla bağlı qısa
danışdım. Yerindən uzunluğa tullanma, bəli, sürət güc tədris vaidinə uyğun olaraq diaqnostik qiymətləndirmədir. 7-ci siniflərdə müəllim doğru keçirdir. Y bəndində deyir, müəllim 11-ci siniflərdə dözümlülük qabiliyyəti üzrə kiçik summativ qiymətləndirmə məqsədi ilə 3000 metr enişli yoxuşlu ərazilərdə cross normativini qəbul edir. Bizdən doğru olmayanı soruşduğu üçün deməli, Y bəndi doğru deyil. Çünki müəllim 3000 metr yox, 2000 metr məsafəyə qaçış üzrə normativ qəbul etməlidir. Amma burada bizdə 3000 metr olduğu üçün biz bunu doğru hesab edə bilmərik. Ona görə də bizim doğru cavabımız Y bəndində qeyd olunmuşdur. Növbəti test nümunəmizə keçək. Qüvvə qabiliyyətinə aid olan uyğunluğu müəyyən edin. Bizə verib partlayış qüvvəsi, təkan qüvvəsi, ləng qüvvə və zərbə qüvvəsi. Biz təyinatı oxuyaraq bu hansı qüvvəyə aid olduğunu müəyyən edəcəyik. Maksimal qüvvə sərf edərək möhkəm itələmə və itələnmə hansı qüvvəyə aiddir? Təbii ki, burada möhkəm itələmə və itələnmə varsa, burada təkan qüvvəsindən söhbət gedir. Nisbətən yavaş hərəkətlərdə qüvvə sərf etmək, burada görürsünüz, nisbətən yavaş hərəkətlərdə qüvvə sərf etmək ləng qüvvəyə aiddir, bəli. Maksimal qüvvə sərf edərək kəskin zərbə endirmək, göründüyü kimi maksimal qüvvə sərf edərək kəskin zərbə endirmək elə zərbə qüvvəsinə aiddir. Qısa vaxt ərzində maksimal qüvvə göstərmək isə partlayış qüvvəsinə aiddir. Beləliklə, bizim doğru cavabımız A bəndində göstərilmişdir. 1, B, 2, C, 3, D, 4 isə A olaraq göstərilmişdir. Növbəti test nümunəmizə keçid edək. Qüvvə qabiliyyəti haqqında doğru olmayan mülahizəni müəyyən edin. Bizdən doğru olmayan mülahizəni soruşur. Gəlin, Y bəndindən başlayaq. Y bəndində kiçik ağırlıqlar və rezin amortizatorlardan istifadə etməklə yerinə yetirilən hərəkətlər qüvvə qabiliyyətini inkişaf etdirir. Bəli, tamamilə doğrudur. Qüvvə qabiliyyətini inkişaf etdirir. D bəndində göstərir. Qüvvə əzələlərin gərginləşməsi hesabına xarici müqavimətin dəf etmək və ya ona qarşı dayanmaq müqavimətidir. Bəli, tamamilə doğrudur. Biz eyni zamanda da qüvvənin tərifi kimi də biz bunu qəbul edirik. C bəndində deyir, qüvvə qabiliyyətinin 4 inkişaf mövzusu, 2 tərkib komponenti var. Gövdənin bükülüb açılması qüvvə qabiliyyətini inkişaf etdirir. Tamamilə doğrudur. 4 inkişaf mövzusu var və 2 komponenti var. B bəndində dayaqda qolların bükülüb açılması və kəndirə ayaqların köməyi ilə dartınma qüvvə qabiliyyətini inkişaf etdirir. Bəli, tamamilə doğrudur, qüvvə qabiliyyətini inkişaf etdirir. A bəndində deyir, qüvvə qabiliyyətinin 4 tərkib komponenti vardır. Yuxarı ətraf, aşağı ətraf, bədən ön və bədən arxa əzələ qüvvəsinin inkişaf etdirilməsidir. Biz buradan görürük ki, qüvvə qabiliyyətinin 4 tərkib komponenti yox, 4 inkişaf mövzusu var və 2 komponenti var. Amma burada 4 komponent göstərilir. Deməli, doğru olmayan mülahizəni soruşduğu üçün bizim doğru cavabımız A bəndidir. Növbəti test nümunəmizə keçək. Yuxarı ətraf əzələ qüvvəsi dedikdə bədənimizin hansı nahiyələri nəzərdə tutulur? 5 bizə bənddə göstərilmiş mətnlər təqdim olunubdur. Y bəndində çiyin oynağının ətraf əzələləri, bədən arxa əzələsi, biləyi büküb açan əzələ qrupları daxildir. Təbii ki, bədənin ön əzələsi də olduğu üçün, yuxarı ətrafdan söhbət getdiyi üçün biz bunu doğru hesab edə bilmərik. D bəndində çiyin oynağının ətraf əzələləri, bədən ön əzələsi, biləyi büküb açan əzələ qrupları daxildir. Bu da doğru hesab edə bilmərik. A bəndində deyir, çiyin oynağının ətraf əzələləri, qol biləyi büküb açan
qrupları və boyun baş əzələləri daxildir. Boyun baş əzələləri olduğu üçün artıq yuxarı ətraf əzələ kimi biz qəbul edə bilmərik. B bəndində deyir, boyun baş əzələləri, çiyin əzələləri, qarnın düz çap və köndələn əzələləri daxildir. Burada da baş, boyun əzələlər olduğu üçün biz doğru qəbul edə bilmərik. Bizim doğru cavabımız C bəndində göstərilmişdir. Əlbəttə ki, yuxarı ətraf əzələlər qüvvəsi dedikdə çiyin oynağın ətraf əzələləri, qol, biləyi büküb açan əzələ qrupları yuxarı ətraf əzələ qüvvəsinə daxildir. Növbəti test nümunəmizə keçid edək. Səməd müəllim 11-ci siniflərdə sürət tədris vahidi üzrə 100 metr məsafəyə qaçır. Akif müəllim isə 5-ci siniflərdə dözümlülük tədris vahidi üzrə 1000 metr məsafəyə qaçış normativini qəbul edir. Bu qiymətləndirmə zamanı müəllimlərin qiymətləndirmə üsulu baxımından hansı məqama diqqət yetirməlidir? Hörmətli müəllimlər, bizdən burada qiymətləndirmə üsulunu soruşur. Gəlin baxaq, müşahidəyə soruşur, müşahidə deyir Y bəndində. Müşahidə ola bilərmi? Müşahidə ola bilməz, üsul kimi biz bunu qiymətləndirə bilmərik. D bəndində məlumat vermədir. Biz bilirik, məlumat vermə adətən informasiya təminatı və nəzəri biliklərə aiddir. Bununla da qiymətləndirə bilmərik. Hansı ki, orada bizə 100 metr və 1000 metr məsafəyə qaçış hərəkəti veribdir. Müqayisə göstərir. Biz müqayisə edə bilmərik. Nə ilə necə müqayisə edəcəyik? Şagirdin deməli qaçdığı məsafəni. Davranış 4-cü məzmun sahəsidir fiziki tərbiyədə. Burada konkret məsafə olduğu üçün də biz davranışa da üsul kimi qəbul edə bilmərik. A bəndində üsul kimi ölçmə verilibdir. Tamamilə doğrudur. Qiymətləndirmə üsulu baxımından müəllim daha çox deməli ölçməyə diqqət yetirməlidir. Doğru cavabımız bizim A bəndində göstərilmişdir. Növbəti test nümunəsinə keçid edək. Müəllim 9-cu siniflərdə çeviklik tədris vahidi üzrə kiçik summativ qiymətləndirmə aparacaq. Qiymətləndirmə zamanı müəllimin seçməli olduğu hərəkətləri müəyyən edin. Hörmətli müəllimlər, burada xüsusən 9-cu sinif qeyd olunub və çeviklik tədris vahididir. Və qiymətləndirmə hər zamanı müəllimin seçməli olduğu hərəkətləri biz müəyyən etməliyik. Gəlin hərəkətlərə baxaq. Futbol topunun oyuna daxil edilməsi qiymətləndirmə hərəkətidirmi? Əlbəttə ki, xeyr. Futbol topunun oyuna daxil edilməsi qiymətləndirmə hərəkəti deyil. Ona görə də biz bunu doğru cavab kimi qəbul edə bilmərik. Basketbol topunun səbətə atılması. Basketbol topunun səbətə atılması çeviklik tədris vahidi üzrə qiymətləndirmə hərəkəti kimi götürülür. Tamamilə doğrudur. Həndbol topunun oyuna daxil edilməsi. Həndbol topunun oyuna daxil edilməsi yox. Həndbol topunun qapıya vurulması doğru hesab olunur. Ona görə də biz həndbol topunun oyuna daxil edilməsini də doğru hesab edə bilmərik. Voleybol topunun oyuna daxil edilməsi. Bəli, voleybol topunun oyuna daxil edilməsi doğru qiymətləndirmə hərəkətidir. Voleybolda servizdən gələn topun qəbulu belə bir deməli hərəkət yoxdur. Ona görə də biz bunu doğru hesab edə bilmərik. Futbolda topun qapıya vurulması. Bəli, futbolda topun qapıya vurulması qiymətləndirmə hərəkətidir. Beləliklə bizim doğru cavabımız deməli basketbol topunun səbətə atılmasıdır. Voleybol topunun oyuna daxil edilməsidir. Futbolda topun qapıya vurulmasıdır. Doğru cavabımız C bəndində göstərilmişdir. Növbəti test nümunəmizə keçid edək. Qüvvə qabiliyyətinin inkişafı üçün ümumi təhsil məktəblərində istifadə olunan hərəkətlər bir neçə qruplara bölünmüşdür. Qruplara bölünmüş hərəkətləri müəyyən edin. Gəlin cavablara baxaq. Birdə deyir, öz çəkisini icra etməklə icra olunan hərəkətlər
Bəli, o qüvvə qabiliyyətidir, tamamilə doğrudur. 2. Kiçik ağırlıqlar və rezin amortizatorlardan istifadə etməklə yerinə yetirilən hərəkətlər, bəli, tamamilə doğrudur, qüvvə qabiliyyətini inkişaf etdirir. Yoldaşının bədən çəkisi və müqavimətindən istifadə etməklə icra olunan oyunlar, bu oyunlar da qüvvə qabiliyyətini inkişaf etdirir, inkişaf etdirən hərəkətlərdir. 4-də 20-30 metr məsafələrə sürətlənmələr. 20-30 metr məsafələrə sürətlənmələr adətən sürət tədris vahidinə uyğundur. Qüvvə qabiliyyəti ilə heç bir əlaqəsi yoxdur. Ona görə biz 4-ü doğru hesab edə bilmərik. 5. Kiçik və orta ağırlıqların daşınması ilə təşkil olunan oyunlar, estafetlər, bəli, tamamilə doğrudur. Qüvvə hərəkətləridir. Qüvvə qabiliyyətinin inkişafında istifadə olunur. Müxtəlif əzələ qruplarının gərginləşməsini təmin edən statik hərəkətlər də qüvvə qabiliyyətinə aiddir. Deməli, burada bir dənə bizdə 4-də qeyd olunan 20-30 metr məsafələrə sürətlənmələr qüvvəyə aid deyil. Ona görə də bizim doğru cavabımız D bəndində göstərilmişdir. 1, 2, 3, 5 və 6. Növbəti test nümunəmizə keçid edək. Çeviklik tədris vahidinin qiymətləndirilməsi zamanı müəllim bacarıq və vərdişlər məzmun xətti üzrə qiymətləndirmə vasitəsi kimi nəyi əsas götürməlidir? Biz az öncə üsuldan danışdıq, amma burada vasitədir və xüsusən də bizə bacarıq və vərdişlər məzmun xətti üzrə qiymətləndirməni soruşur. Davranışı biz götürə bilərikmi müəllimlər? Y bəndində göstərilib. Təbii ki, bacarıq və vərdişlərə görə biz davranışı götürə bilmərik. Davranış adətən 4-cü məzmun sahəsini əhatə edir. D bəndində məlumat vermə. Məlumat vermə 1-ci məzmun sahəsini fiziki tərbiyədə əhatə edir. Biz vasitə kimi də qəbul edə bilmərik. Ölçməni az öncə qeyd etdim. Ölçməni üsuldur. Bunu da qəbul edə bilmərik. Doğru hesab edə bilmərik. B bəndində müşahidəni deyir, bizdən soruşur. Müşahidə də ola bilməz. Çünki bacarıq və vərdişlərdən söhbət gedirsə, qiymətləndirmə zamanı biz müşahidə ilə biz bunu vasitə kimi götürə bilmərik və doğru da qiymətləndirə bilmərik. A bəndində müqayisəni soruşur. Burada doğru cavabımız elə A bəndindən müqayisədir. Çünki bacarıq və vərdişlərdə vasitə kimi müqayisəni götürməliyik. Necə? Yəni, biz doğru, düzgün icra ilə müqayisə edərək biz düzgün nəticəyə gəlirik. Burada doğru cavabımız A bəndindir, müqayisə. Hörmətli həmkarlar, bugünkü dərsimiz yekunlaşdı. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Qarşıdan gələn sizin sertifikasiya imtahanınızda hər birinizə uğurlar arzu edirəm. Sağ olun. Hörmətli Asəf müəllim, biz sizə təşəkkür edirik ki, belə geniş izah verdiniz. Yəqin ki, dərslər müəllimlər üçün faydalı olacaq. Çox sağ olun. Sağ olun. Əziz müəllimlər, biz bugünlük dərsimizi yekunlaşdırırıq. Növbəti dərslərdə görüşənə qədər.